Belə getsə, Raul Asensio Real Madridin 5-ci mərkəz müdafiəçisi statusuna yiyələnəcək. Nəyə görə? Çünki start 11-likdə ona yer verərkən Raul Asensio özünü yaxşı tərəfdən göstərməyi bacarmır. Əvvəlcə El Hilal'la qarşılaşmada penaltiyə səbəb oldu. İndi isə Pachuca ilə oyunda maçın startında birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Həqiqətən də çox kobud səhv idi. Bəlkə də belə səhvləri hələ erkən yaşlarında uşaq futbolunda edirlər, amma bu Real Madrid səviyyəsində bir klubda ediləsi səhv deyil. Xüsusilə qarşılaşmanın əvvəlində nə vacibdir ki, sən onu tutursan, yıxırsan yerə və son ümid folu olaraq hakim sənə birbaşa qırmızı vərəqə göstərir. Nəzərə almaq lazımdır ki, əsas komandanın mərkəz müdafiəçisi mövqeyində oynamağa digər namizədlər Antonio Rüdiger, David Alaba, Eder Militao, bunların bərpa prosesi demək olar ki, yekunlaşmaq üzrədir. Xüsusilə Antonio Rüdiger və Eder Militao hər an meydana çıxmağa hazırdılar. Sadəcə Militao ilə bağlı Xabi Alonso özü risk etmir. Rüdiger isə artıq Pachuca ilə qarşılaşmada meydana çıxmışdı. Belə olan halda, əgər bu sadaladığım 3 futbolçunun zədələri tam olaraq bitsə, onlar tam olaraq hazır olsalar, Raul Asensio ehtiyat oyuncular skamyasında oturacaq və istəməzdim bunu deyəm, amma belə getsə Jesus Vallejo'nun taleyini təkrarlayacaq. Raul Asensio'nun bu bərbad performansı ilə bağlı sizin fikirləriniz, dəyərli madridistalar, şərh bölməsində yazın, videoya like qoyun, ətrafınızda olan izləyicilərlə paylaşın və təbii ki, səhifəyə follow atmağı unutmayın. Sonuna qədər Ala Madrid.